Hə, buyur qa. Bunlar neçədir? Bunlar yəni belə bu əsas alırlar. Bura kəndir taxırlar. Ay sağ. Burada da o noktalar uzaqda olur da. O belə bir şey. Ay sağ, hə. Bu keçirsən bura. Burada da kəndir olur. Heyvan açıb bağlamaq üçün belə bir şeylər. Neçə iləndir qardaş o? Bunun bir dənəsi 3 manat. 3 manat. Belə bir şey. Ondan sonra burada var belə karabinlərimiz. Böyüklərdir. Bəli. Bu neçə iləndir? Bunlar da 3 manat. Hə, yaxşıdır qardaş. Beləsi var 2 manat. 2 manat. Hə. Çəkiyə. Onun lap balazası var. 1 manata. Ay sağ. İstənilən qiyməti var. Hər cürə var da, hər çeşid var. Kasıbın dostu yox da. Hə. Qardaş bunlar neçə iləndir bax bu? Baltalar gedir, dəhrə gedir bu. Bunlar dəhrə gedir, Dəhrə. bunlar da bal. Bu qiymətlərin dəyərdir. Bunlar 7 manatdır. Beləsi var 8-ə. Böyüdükcə qiymət də qalxır da. Bəli. Bunlar 8-ə, 10-a, 13-ə, 15-ə. Baltalarımız beləsi var. 16-ya. Beləsi var 18-ə. Burada aynı. Qəsə var. Hə, bıçaqların qiyməti neçədir? Bu yəni əl işimizdir. Əl işiniz, Allah canı sağ görürəm elə. Bunlardır. Hamısı yəni əl işimizdir. Hə. Bu yəni materialına görə qiymət biraz Hə, yəni yaxşıdır da, keyfiyyətlidir. Bu 15 manat. Bunun ağzı ot pismək üçün kərənt olur dərya. Ay sağ. O materialdandır. Yəni ağzı da hər bir şeyə düşən bir material. Düz. Beləsi var 15 manata. Bu da pırarama, taxta yonmaq üçün pırarama mişarları var. O mişarıdır. O mişardan yəni işləmişik. Yəni belə qalın material var. Bu da əl işimizdir. Bunlar 8 manatdır. Ondan biraz böyük var, heyvanzat kəsmək üçün əsas. Heyvan üçün. Bunlar soyuğu üçündür, heyvanı soymaq üçün. Ay sağ. Bunlar da kəski üçün. Get-gedə yəni ölçülər böyüyür da. Yəni beləsi var. Keyfiyyətdə bu olanda ən yaxşı. Keyfiyyət bunlar yəni eyni material. Hə, eyni material. Yəni beləsi var 15 manat. 5. Bundan biraz irisi var 18 manat. İstənilən cürə var da. Bunlar Bunlar nə gedir? qaşov gedir. Qaşov. Malım belə deyim, içəridə qalan şaqqıldağın zadını təmizləmək. Ay sol hə. Bu əsas o şaqqıldağı təmizləməyə yarayır. Bu da qaşov ilə o qırağında arxa hissəsində olur şaqqıldaq. Ay sol. Belə deyim. Kət dilində danışanda var. Bunu qaşımaq üçündür, təmizləmək üçün. Yəni beləsi biri var. Bu əsas ata yarayır. Atı daramaq eləməyə, tumaramaq üçün, hələ keçmək üçün. Keçdi əsas buna. Bu nə gedir? Dəhnə yüyə. Başı möhkəm atlar üçün. Ay, belə şey də var. Bəli, bəli. Yəni, bu çənanın altında qalır. Belə bir şeydir. Yəni, bunun hazırları da var orada, yüyənin üstünə onu da göstərək. Bunlar da dəhnə yüyə. Üstə gəl, burada varımızdır. Atın dırnağını kəsmək üçün. Özünüz əl işləriniz var. Yox, bunlar zavod qoydu. Zavodda. Bəli. Bu yet dırnaq yonmaq üçün bu bizim əl işimizdir. Ay. Atın dırnağını yonmağa. Ay. Yəni polunu yəni görür də. Belə kəlbətinlərimiz var. Hazır yəni istənilənə qədər asılır. Bunlar 35 manatdır. Yəni belə atın dırnağını için yonmaq üçün belə deyim. Bu hissəyə dırnağın için yonmağa bu həm belə yona bilirsən, atın dırnağı. Pəncəsində belə deyim. Həm belə yonmaq olur, həm belə 200 gedir. İki tərəfli. Hə. Bunlarda dırnağın için o qırağın zadını təmizləmək üçün. Yəni bunlardır. Bu da sırf at üçün gələn yiyələrdir. Hə, yeyəsən. Həm o qırağın zadını hamarlamaq üçün də. Bunlar da sulov gedir. Bir olsa battım da. O atın altına keçən bəyək göstərdiyor da. Hə, hə. Ondan. Bunlar da ət asmaq üçün
Bunlar əsas quzuya yarayır. Dana üçün bundan birlər var. Bunlar qarmaq gedir də belə deyim. Düz. Bıçaqlar da şeyə aiddir bu. At. Bunlar əsas qoyundan qan Hə, almaq hə, üçün, dırnağını təmizləmək üçün. Elə şey yəni. Məqsədimiz odur da. Bunlar da yəni qoyun qaçlardır. Qoyun qaçağı. Bəli, bəli. Bu neçə iləndir qiymətləri? Bunlar 10 manatdır. Bu orijinaldır. Orijinal. Ama yəni bunu 3 sezon işlətmək olur. Bunda məsələn bir sezonluqdur. Orijinal. Bir ildir. Bir sezon işlədikdən sonra ikinci sezona bu iş verir. İş vermə orijinal. Hə. Yəni kəsməyinə bu da yaxşı, bu da. Burası keyfiyyət məsələsindən bunlar yaxşı. Orijinal. Bir dənə qaldı orada nalımız, naldı eləmə o var. Bir dənə qalan oldu, hə. Bir dənə onu da görsək keçib əziyyətdən. Bunun neçə iləndir qardaş? 6 manat. Bunlar o atın ayağının ölçüsünə olmalıdır. Hə. Böyüyü, balacası. Qazmenlə də. Bəli, bəli. Yəni bu məsələn belə götürəndə biri yekədir, biri balaca. Fərqi var, hə. Ya incə bir şeydir. O klient gəlir, ona bir dənə göstərir. Ən aşağı 1 saat vaxt gedir, 2 dənə nal seçib verir. Orijinal. Bunlar belə deyim, Hə. Gəncədə işləyirlər bunu. Gəncədə. Bəli. Bunlar əsas bunlar türk malıdır. Aksaray. Hə. Bu neçə iləndir? Bunun 2 ayağı 15 manat. 15 manat. Bəli, Ondan onun Türk fərqi malı. var da eləmə o birisi ilə. Bəli, bəli. Bu davanlıdır. Hə. Palçıqda zadda sürüşmür. Bu əsas belə deyim, heyvan zat üçündür da. Heyvan dalıca zat getmək üçün. Hörüş yeri zat. Amma bu davansızdır. Ya bundan bunun fərqi odur ki, bunda davan var, bunda yox. Bu şey yorğa gedən atlar üçün. Orijinal. Əsas elə atlara yarayır, atçılıq azada yarayır. Bunlar belə bir şeydir nallarımız. Hə, Allah qardaş bazarını versin. Bu da yəni nalın mıxıdır. Bunlar nə deyir? Nala vurulan mıx. Yəni belə bir şey. Yəni nalın mıxı gedir. Hər tərəfdən bu qədər yapışdır nalın ayağına atır. Olubdan nal. Sonra nalın mıxı. Ayrı nəyiniz qaldı? Gördüğünüz yani. Hər bir şey çəkdik. Bəzi şeyler var tükenmez. Hə. Adresin də denən sənin qəşəng. Ünvanımız Bərdər rayonu, İmanqulbəyli kəndi. Hə. Ya o yer işine özümüz baxırıq. Hə, Yəni. Ağcabədə gəlib. Ha. Özümüz də Bərdər rayonundan gəlmişik. Ağcabədi Bazar. rayonu Sülü kəndinə. Buranın da mal bazarıdır. Hər həftə bazar günü buradayıq. Əlaqə saxlamaq üçün yəni həmişə. Əlaqə nömrəmizdə 050 Bəli. 837 75 01. Hər bazar gün burada olsun. Bəli, bəli, hər bazar. Allah bazarını versin qardaş.